Ramazan ayı ilə əlaqədar bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox istifadəyə üstünlük verdiyindən, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində iştirak etdiyindən paytaxtda sıxlıq daha çox artıb. Pik saatlarda yaranan nəqliyyat sıxlığı şəhərin digər yollarına da təsir edir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, paytaxtın mərkəzi küçə və prospektlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığı martın 3-dən başlayıb və davam edəcəyi ehtimal olunur. ...38 küçə və prospektdə svetoforlara yaşıl dalğa əmri verildi və bununla yanaşı əməkdaşlarımız yaxınlıqda xidmət edən yol polisi əməkdaşları ilə birgə də deməli informasiya mübadiləsi aparıldı, onlara məlumat verdi. Məsələn, hansısa küçə və prospektdə kəsişmədə nəqliyyatın hərəkəti tam dayanmışdısa və ciddi bir sıxlıq var idisə, həmin əraziyə yol polisi nairiyyatlarının cəlb olunması ilə bağlı da əməkdaşlarımız əlaqə saxladı, məlumat verildi.